Salam, bugün sizə belə bir seyirli kvadratın izahını təqdim etmək istəyirəm. İlk öncə seyirli kvadratın qaydasını demək istəyirəm. Seyirli kvadratın qaydasına görə sətir üzrə duran ədədlər, sütun üzrə duran ədədlər və diaqonal üzrə duran ədədlər eyni bir ədəd olmalıdır. Daha dəqiq desək, yəni sətir üzrə duran ədədlərin də cəmi eyni bir ədəd eləməlidir. Sütun üzrə duran ədədlərin də cəmi eyni bir ədəd eləməlidir. Və diaqonal üzrə duran ədədlərin də cəmi eyni bir ədəd eləməlidir. Aha, bu qaydaya əsasən burada məlumları biz tapa bilərik. Məsələn, diaqonal üzrə olan ədədlər bizə məlumdur. Buna əsasən deyə bilərik ki, 5 üzərinə gəl 8, üzərinə də gəl 11. Eləyəcək neçə? 24. Deməli, bütün ədədlərin cəmi 24 eləməlidir. Gəlin də digərinə baxaq. Baxın, buradan baxaq. A-nı tapaq. 7 üzərinə 5 gələndə eləyəcək 12. Üzərinə neçə gəlmək lazımdır ki, deməli 24 eləsin? Deməli, A bərabərdir 12-yə. Deməli, A burada neçədir? A burada 12-dir. Gəldi indi digərinə. 10. 10 üzərinə gəlinsin 8, üzərinə gəlinsin B bərabərdir 24-ə. B burada neçə olmalıdır? 6. Deməli, B neçədir? B də 6-dır. C-ni tapaq. 4, 11. 4 üzərinə gəlinsin 11, üstünə gəlinsin C bərabərdir 24-ə. 15-in üzərinə neçə gəlsə 24 eləyər? Əlbəttə ki, 9. Deməli, C bərabərdir neçəyə? 9-a. Burada yazırıq 9. Bu qədər sadə.